Alo. Əmrah müəllim, mən Edim Elmandan. Səsim gəlir? Hə, eşidirəm. Əmrah müəllim, bu Vaqifdir. Bununla mən əlaqə saxlaya bilmirəm. Telefonu da açmır, yəni şey də eləmir də, yəni WhatsApp-a cavab vermir. Mən istəyirəm ki, mən hüquq mühafizə, yəni hüquq cəhətdən də bu məsələni həll eləyək də belə. Yəni mən elə bir şey belə deyək də, biz gəzinəm yəni şəhəriyyə tanistə yəqin. O yəni məsləhət bilmişik, biz istəyirik redaksiya şey eləyək, müraciət eləyək. Yəni avtosferaya, nə bilim, o bəzi şeylərə. Yəni bunun başqa yol yoxdur. Avtosfera nədir? Media qurumudur da, yəni yoramda da eləmək istəyir. Yəni maşınla, yəni şəhid anası da, yəni qaynanam da xəstədir, xəstəxanada yatır bugünkü ildə. O nə verəcək? Yəni bu maşını mən kimdən almışam? Yəni bu sənin söhbət nədən gedir? Yəni ki, bu Vaqifi tapaq da, bu tapaq çıxsın ortalığa. Bu zəng gəlib telefonu açsın, bir şey eləmir. Yəni sizə də bir il ərzində də sizə də bir pul da verməyib maşın pulundan. Yəni mən də öz camaatdan boyun oldum, getdim 10 yerindən də bir aylığımı ödədim. O da elə oldu. Yəni bu adam ortada yoxdur hal-hazırda. Qaynana zəng gəlib açmır telefonu. Siz biraz hələ tələsməyin. İndi Orxan Dotmuskaya çıxacaq dekabrın 1-dən. Hə. Onun üstünə düşüb onu boğazlayıb verməsə aparıb polisə verəcəm. Yəni biz sən niyə gedirəm? Yəni çox narahatlıq da. Yəni belə bir ildir müsahibət uzanır. Yəni maşın da məndə deyil. Yəni biz də yəni sürməklə davam edirik. Narahat olan ki, mənim də pulum ortada gedir. Başqa düşürmək, siz də narahatsınız, biz də mən də narahatam. İkimiz də zərər çəkənik də. Biz istəyirik bunu hüquq yolunu həll edək də. Onun üçün yəni mən deyirəm yəni sizə ki, yəni bunun hüquq yolundan həll edəndə soxturacaq içəri gedib yatacaqdı, heç nə əldə eləməyəcək. Ona görə də bir ayın 1-dən 2-sinə qədər gözləyin, Orxan Dotmuskaya çıxsın, ondan 1-2 gün məşğul olsun, onu tabaq gətirək görək, indi nə oxuyacaq. Oldu, yaxşı Əmrah müəllim. Oldu, sağ olun. Mən Zeynalov Elman Fərmanoğlu 2024-cü ildə avtomobil almışam. Avtomobil 3-cü yəsi olmuşam avtomobilin. Avtomobil alarkən müəyyən imkan daxilində adıma keçirmədim. Bir ay ərzində avtomobili mənim adımdan çıxartdılar. Noyabr ayında avtomobil mənim adımdan çıxartmışdılar. Mən fevral ayı 2025-ci ildə qaynanamı xəstəxanaya aparanda yolda müfəttiş əməkdaşları məni saxladılar və generalni davernusun olmadığı üçün avtomobili idarə etdiyim üçün məni avtomobili duracağa apardılar. Və mən bu məsələni araşdırdım. Məlum oldu ki, avtomobilin əsl sahibi, birinci sahibi Mehdiyeva Ayda məxsusdur avtomobil. Ona avtomobilin birinci satdığı adam ona borcu olduğu üçün o avtomobilə aid olan bütün davernusları hamısını ləğv eləyib. Və mənə bildirdi ki, ya mən sizi tanımıram, yəni siz kimlə almışsınız, gedin onunla söhbət edəcək, onunla həll edin. Yəni bunu mənə oğlu dedi. Yəni oğlu Mehdiyev Orxanla danışdım, onun nömrəsini tapdım, onunla danışdım. O da hüquq mühafizə orqanlarında çalışır və mənə bildirdi ki, ya mən sizi tanımıram. Yəni mən bəs maşını satdığım, verdiyim adama, o adam mənə borcu var, mən ona görə də davernusu ləğv eləmişəm. Və sən get o adamla məsələvi həll elə. Maşını kimlə almışsan ona qaytar və pulu məsələ onunla həll elə. Mən də araşdırdım ki, borcu olan adam Mehdiyev Vaqifdir. Ona 5600 manat borcu var. O maşını borcu olaraq satıb və həmin maşının yiyəsinə pulu ödəmədiyi üçün avtomobilin yiyəsi avtomobilin bütün sənədləri olan davernusları, etibarnamələri hamısını ləğv eləyib. Və avtomobilin yiyəsi mənə 2025 may ayı, mayın 6-sı mənə 1 illik sürmək üçün etibarnamə verdi. Və mənə bildirdi ki, yəni bir il ərzində, yəni mənim pulumu ödəsə, mən sizin avtomobilinizi, yəni azca yəni keçirə bilərəm. Və onu nəzərə çatdırmaq istəyirəm ki, bu avtomobil mənim qaynım şəhid olmuş İslamov Samirin bacısının yoldaşıyam və bu avtomobil şəhid ailəsinə məxsusdur. Yəni qaynanam da bizim himayəmizdədir. Mən İslamova Şəqalat İmaməddin qızı, oğlum Samir İslamov şəhid olandan sonra da oğlum olmadığına görə yeznəmi oğulluğa götürmüşəm. Mənə baxan onlardır. Ona görə də mən yığdım puldan, ona da kömək elədim. Maşın aldıq ki, mən 4 nəvəm qalıb, şəhidin 4 uşağı var. Çətinliyə düşməyə, məktəbə baxıranda, bir yerə gedəndə bizə kömək eləsin. Bundan sonra biz maşın alandan sonra Cəncəl işə
düşmüşük. Heç bir cür imkan yoxdur ki, bu işimizi qaydaya salaq. Xahiş edirəm sizə, kömək eləyin bizə ki, bu işdən asanlıqla çıxaq. Cənab Nazir, Vilayət Eyvazdan xahiş edirik ki, bizə yəni kömək eləsin. Xahiş edirik, yəni dönə-dönə şəhid ailəsini bizi bu kömək eləyib bu işdən çıxartsın. Oğlumun daverisi müvəqqəti olaraq yox, daimi olaraq ona verilsin.